Salam müəllimlər Birlik Tədris Mərkəzindən Rüfət müəllim. Bugün birinci qrup kimya fənnindən 20 sınaq tostusundan ikinci sınağa baxaq. Birinci sual. Reaksiyanın sürəti verilir 0.4-dür. Başa çatma müddəti 36 saniyədir. İkincisi 1.2 verilib reaksiyanın başa çatma müddətini soruşur. Biz bilirik ki, reaksiyanın deməli sürəti ilə zaman necə mütənasibdir? Tərs mütənasib. Yəni V1-in V2 olan nisbəti T2-nin tal2-nin tal1-ə nəyindir? Nisbətidir. Bizdə V1-imiz 0.4-dür. V2-miz 1.2-dir. Tal1 2-miz x-dır, tal1-miz isə 36-dır. Buradan da x taparıq bizə nəyə bərabər olur? 12 neyniyər? Anlar. Ona görə də burada birinci sualın variantı nə olur? E variantı ödəyər. Sonra ikinci suala baxaq. İkinci sualda sürətin zamandan asılılığı verilir bizə. Daha doğrusu maddə miqdarının deməli zamandan asılılığı verilir. V ilə CO arasında, yəni daha doğrusu CO-nun mol miqdarında 2CO plus O2 alınıb 2CO2 plus 2 reaksiyası verilib bizə. Tal1 anda tarazlıq. Hansı dəyişiklikləri aparmaq lazım ki, Tal2 andakı tarazlıq hanı yaransın? Yəni Tal2 hanında CO-nun deməli miqdarı azalıbsa, deməli nə etmək lazım? CO reaksiyaya daxil olmalıdır və reaksiya hansı tərəfə yönəlməlidir? Sağ tərəfə nə etməlidir? Reaksiya yönəlməlidir. Sağa yönəlməlidir reaksiya. Deməli, təzyiqi artırmaqla. Təzyiqi artırsaq 3 mol sağda qaz var, 2 mol da solda. Təzyiqi artırsaq, bəli, bu ödəyə bilər birinci şərt. Temperaturu artırmaq. Temperaturu artırmaq eksotermik reaksiya olduğu üçün sola yönələcək. Ona görə də bu ödəmir. Sonra sistemə CO əlavə etmək. Sistemə CO əlavə etsək düzdür. Reaksiyanın istiqaməti sağa yönələcək. Amma ki, reaksiyanın qrafiki bizə verildiyi kimi qrafik formasında olmayacaq. Yəni, burada sistemə CO əlavə etsək, müəyyən qədər CO qalxacaq, sonra aşağıya düşəcək. Ona görə də burada üçüncü variantı götürmək doğru olmazdı. Çünki qrafika uyğun gəlmir. Ona görə variant olacaq. C variantı götürsək daha məsləhətli olar. Sonra üçüncü sualda istilik ayrılır. Azot monoksid parçalanır. Yəni istilik ayrılması ki, eksotermik prosesi. Yəni NO-nun parçalananda istisna reaksiya idi. N2 plus O2 plus 2. Birinci şərt ödəyir. Su buxarı kontestləşdikdə buxar kontestləşəndə maye halına keçir. Maye halına keçirsə, deməli ətrafa enerji ayrılmalıdır ki, molekulların hərəkət sürəti azalsın. Və məsafə enerjisi azalsın, molekullar daha yaxın məsafəyə yerləşə bilsinlər. Deməli, burada da eksotermik olacaq. Deməli, sonra üçüncüsü, kalsium karbonat var. Kalsium karbonatı parçalamaq üçün o ətrafdan istilik verir. Yəni, istilik verilməlidir ki, kalsium karbonat neynəsin? Parçalansın. Dəmir əritdikdə də dəmir bərk halda maye hala keçəcək. Dəmir ətrafdan nə verilməlidir? İstilik verilməlidir. Bu da endotermik olacaq. Onda 1 ilə 2 prosesi eksotermik olacaq. Demək, 1-2 prosesi eksotermikdir. Bizim cavabımız olacaq E variantı ödəyəcək. Sonra dördüncü sualda sabit temperaturda gedən N2 plus 3H2 2NH3 reaksiyası azotun qatlığını 2 dəfə azaldıb, hidrogenin qatlığını 2 dəfə reaksiyanın sürəti necə dəyişir? V bərabərdir biz yazırıq burada. K olaraq C N2-nin üstündə qüvvətində 1. Çünki N2-nin qabağında 1 var. Qarşısında, yəni qabaqda. H2-nin nəyi? Kubu. Azotun qatlığını 2 dəfə azaldıramsa, yəni
fərzi azotun qalxdığı 1-dirsə, olacağına 2-də 1. Qüvvətində 1. K vuraq. Vuraq. Hidrogenin qalxdığında 2 dəfə artırım. 2-nin nəyi olacaq? Kub olacaq. Yəni bunların hər birinin qalxdığını fərz edək ki, 1 götürmüşük. K vuraq 1, üstü 1, 1-in kubu. K-ya bərabərdir. Yəni K-nı da 1 götürsünüz, 1 edir. Bu V-ni götürsünüz, birinci halda götürsünüz. İkinci halda da yəni 1-i 2 dəfə azalıb 2-də 1 olur. Buna vururuq 2 dəfə artıb 2 olub. Yəni hidrogenin kubu. Burada edir 2-də 1 vurulsun 8, K vuraq. Bu derəcə 4K. İkinci hal, birinci haldan 4 daha çoxdur. 4K-nı K-ya bölsən 4 edir. Yəni 4 dəfə artar. Alınan ədəd birinci, yəni K-dan tutaq ki, balaca olsa, 1-dən balaca olsaydı 1K-dan azalacaqdı. Burada 4 alındığı üçün cavabımız da olacaq 4 dəfə neynəyər? Artar. Olacaq C variantı ödəyər. Sonra 4-cü sual. İyonda azotun oksidaşma dərəcəsi soruşur. B-ni müəyyənləş. B-ni A-nı müqayisə edirik. Biz bilirik ki, ammonium iyonunda azotun valentliyi 4-ə bərabərdir. Oksidaşma dərəcəsi isə NH3-də olduğu kimi nəyə bərabərdir? -3-ə bərabərdir. Və yaxud da biz NH3-ü bilmirik. Bunu bu formada yazırıq. NH4 müsbət 1. Bura müsbət 1. Hidrogenin oksidaşma dərəcəsi 1-dir. Azotda X. Bir dənə azot olduğu üçün 1-i vururuq X-a. Üstə gəlirik. 4-ü vururuq müsbət 1-ə. Çünki hidrogenin elektromənfiliyi azotdan az olduğu üçün deməli azotla birləşmələrdə müsbət 1 göstərir. Burada X-a bərabər olacaq -3-ə. Hidrogen adətən silisiumla və borla birləşmələrdə mənfi oksidaşma dərəcəsidir. NO3 mənfiyə baxaq. Oksigenin yenə bunu bu formada yazaq. NO3 mənfi yazaq. Azot X yazaq. Oksigenə də 2 -2 yazaq. Onda X üstə gəlsin. 3 vuraq -2. Daha doğrusu B yazsaydı daha məsləhətli olardı. Buradan X nəyə bərabərdir? Müsbət 5-ə. Yəni bu B-dir. Bu da nədir? A-dır. B A-dan, yəni müsbət 5 -3-dən 8 vahid çoxdur. Yəni B bərabərdir. A plus 8-ni eləyə bilərik? Yaza bilərik. Variantımız olacaq nə? E variantı bizə variant kimi ödəyəcək. Olacaq E variantı 5-dir. 6-cı sual. Manqan 12-nin üzərinə H xlor gəlmişik. Laboratoriyada xlorun alınma reaksiyası. Manqan xlor 2, xlor 2 su. Reaksiyasının neçə faizi oksidləşib? Manqan 12 üzərinə H xlor. Reaksiyanı əmsallaşdırmaq lazımdır. Manqan burada müsbət 4-dən müsbət 2-yə keçib. Çünki metallarla birləşmələrdə xlor -1 oksidaşma dərəcəsi göstərir. Deməli, burada -2, müsbət 4. Xlor müsbət 1. Burada -1, müsbət 2, xlor da 0. Deməli, manqan burada müsbət 4-dən deməli keçib. Müsbət 2 elektron alıb. Hidrogen də buradan deməli. Hidrogen də xlor da -1-dən neçəyə keçib? 0-a keçib. 2 elektron da verib. Çünki indeksində 2 var. 2, 2, 1, 1 düşür. 1, 1, 4 dənə xlor olduğu üçün H xlorun qabağına 4, manqan 12-nin qabağına 1 və suyun da qabağına 2. Reaksiyamız nədir? Doğrudur. Redoks burada deməli manqan 12 çoxdan aza keçdiyi üçün manqan 12 burada oksidləşdiricidir. Elədir, bu oksidləşdirici budur. H xlor isə nədir? Redoks edicidir. Azdan çoxa keçir. Redoks edicinin neçə faizi oksidləşib? 4 dənə xlor mənfi var sol tərəfdə. Sağda manqan, yəni H xlorda -1 olan 4 dənə. Manqan xlor 2-də 2 dənə 1 mol manqan xlor 2 var. Yəni 2 dənə xlor mənfi var. 2 dənə də xlor 2-də, yəni 2 dənə də xlor 0 var. 4 xlorun ikisi nə edib? Oksidləşib. Yəni redoks edicinin neçə faiz oksidləşib sonuç.
Onda biz 2'ni böləcəyik 4'ə, yəni 0'a keçəndə xlor -1'dən 0 elektron neyini oradan verib. Böyle vuracaq 100%'ə, verəcək bizə neçə faiz? 50% alınacaq. Cavabımız olacaq nə variantı? 5-ci sualda variant olacaq. 6-cı sual, daha doğrusu B variantı ödəyəcək biz. 7-ci sual. Xlorikin üzərinə 2 natrium OH gəliblər. Natrium xlorid, hipoxlorid və su. Bizdə deyir ki, doğru olan fikri neyinir göstərin burada. Deməli, xloriki bu Javel suyunun alınma reaksiyasıdır. Xlor dərsindən yəni keçənlər burada haqqında anlayışları var. Natrium OH və kalium OH üzərinə su gəlməklə Javel suyu alınma reaksiyası. Bu disproporsiya reaksiyasına aiddir. Xlor burada 0'dan bir də həm -1'ə keçib. Xlor həm 0'dan natrium xloroddan müsbət 1'ə keçib. Burada xlor həm oksidləşdirici, həm də reduksiya edicidir. Deməli, birinci fikir burada doğru fikirdir. Bir doğrudur. İkinci, molekul daxil oksidləşmə. Xeyr. Disproporsiyadır, öz-özünədir. Natrium xlor reduksiya məhsuludur. Reduksiya məhsulu ki, elektron alıb. Xlor 0'dan -1'ə keçib. Bəli, natrium xlor reduksiya məhsuludur. Oksidləşmə məhsulu isə natrium xlor O-dur. Xlorun 20% oksidləşib. Xeyr, 2 dənə sol tərəfdə xlor var. Bunun biri natrium xlor O -1'dən, yəni xlor 2'dəkidir. Biri də natrium xlor O-dakı müsbət 1'dir. Biri oksidləşib, biri reduksiya olunub. Ona görə də burada 20% yox, 50% olmalıdır. 4 də səhvdir. Burada doğru cavab 1-ci və 3-cü neynəyəcək olacaq. Olacaq nə? 7-ci sualda B variantı ödəyəcək. 8-ci sualda hansı reaksiya kükürt reduksiya olunur? Reduksiya olunursa, yəni elektron alınır. Burada biz fikir versək, birinci reaksiyadır, yəni kükürt 0'dan nəyə keçib? -2'yə keçib. Burada yəni reduksiya olub, elektron alıb. Birinci reaksiya. İkinci reaksiyada kükürt müsbət 4, SO2'də müsbət 4 göstərir. Natrium 2SO3'də də müsbət 4 göstərir. Bu oksidləşmə reduksiya reaksiyası deyil. Üçüncü reaksiya 0'dan müsbət 6'ya keçib. Burada yəni H2SO4'də elektron deməli bu verib, yəni burada oksidləşib. Burada isə müsbət 6'dan 4-cü reaksiyada müsbət 4'ə keçib. Birinci və 4-cü reaksiyalarda biz axtardığımız nədir? Kükürt reduksiya olunub, yəni elektron olub. Olur variantının 8-ci C variantı ödəyir. 9-cu sualda Eyder-Venn diaqramına uyğun bəndləri müəyyənləşdir. Karbon disulfidin alınması və CO-nun alınması 1, 3, 2 verir. Deməli, baxaq buradan. Reduksiya məhsulu bəsit maddədir. Yəni, elektron alan maddə bəsit maddədir. Baxaq bunları, deməli. Karbon üstə yenəsin S, karbon S2. Buradan 0'dan keçib bu -2. Karbon müsbət 4'dür, burada 0'dır. Sonra karbon üzərinə su gəlirəm. CO plus H2 yazıb buradan. 0'dan müsbət 2'yə, hidrogen də müsbət 1'dən 0'a keçib. Reduksiya məhsulu deməli nədir? Bəsit maddədir, yəni çoxdan aza keçən, yəni bu hidrogenə aiddir. Deməli, aiddir ikinci reaksiya. Deməli, 1, 3, 2 verildiyi üçün burada 1, 3, 2 verilib. Bəzən 1, 2, bu tipli suallarda diqqətli olmaq lazımdır. Bu ortadakı, yəni ədədi 2 ilə 3 yazılır bəzən. Bəzən 1, 2, 3 olur, bəzən də 1, 3, 2 olur. Bizim reduksiya məhsulu bəsit maddədir, bu ikinciyə aiddir burada. Yəni 1 bura aiddir. Molekullar arası oksidləşmə reduksiya. Molekullar arası və ya atomlar arası oksidləşmə reduksiya. Bu hər ikisini göstərmək olar ki, bu molekullar arası və ya atomlar arası oksidləşmə dərəcəsidir. Çünki hər ikisi fərqli elementlər, həm atomlar, həm də molekul daxildir. Bunu ortaya 2 açıq daha məsləhətdir. Karbon reduksiya edicidir.
Reduksiya etisi azdan çoxa keçənlərdir. Yəni oksidləşmə dərəcəsi azdan çoxa keçən hər ikisi 0-dan müsbət 2-yə 3-ə aiddir. Oksidləşdiricinin əmsalı 2-dir. Oksidləşdirici adətən çoxdan aza keçəndir. Belə deyim, oksidləşdiricinin əmsalı. Burada oksidləşdiricinin əmsalı 2 olan yalnız birincidədir. Bu ikinci reaksiyada oksidləşdirici sudur, əmsalı 1-dir. Bu da 1 aydınız. Deməli 4, 2, 3, 1. Yəni ardıcıllığımız 4, 1, 2, 3 ardıcıllığı ilə olacaq. Çünki testdə əvvəlcə 1-i verirlər, sonra 2-ni verirlər, sonra 3-ü verirlər. Deməli, birinci deməli 4, sonra 4, 1, 2, 3 variantımız olacaq. E variantı ödəyəcək biz. Olacaq E variantı. Sonra polyar kovalent rabitəli birləşir. Yalnız polyar. Yalnız sözü, yalnız polyar. Yəni orada digər rabitələr ola bilməz. CO2 də birincisində verir. CO2 də böyle polyar molekul qeyri-polyar olsa da, amma karbon-oksigen rabitələri polyardır. Doğrudur. H2SO4'də oksigen, hidrogen, burada da yəni fərqli elementlər arasındadır. Eyni element arasında, eyni qeyri-metal arasındakı rabitə yoxdur. Burada da ona görə də ikinci fikir də doğrudur. C2H4 etilen qazında karbon-karbon rabitəsi qeyri-polyar rabitəyə aiddir. Ona görə üçüncüsünü burada biz götürə bilməyəcəyik. Dördüncüsündə də N2-də bütün rabitələr nədir? Qeyri-polyara aiddir. 4 də götürə bilməyəcəyik biz. Yəni burada karbon-karbon üçüncüsünə rabitə olduğu üçün qeyri-polyardır. Burada da azot-azot. Deməli bizim axtardığımız polyar olan yalnız 1 ilə 2 C variantında ödəyəcək. 10-cu sualda. 11-ci sualda 4 H-klor plus O2 alınır. 2 xlor 2, 2 H2 plus 2. Tarazlıqda olan sistemdə hansı hallarda reaksiya məhsulunun mol sayı azalır? Reaksiya məhsullarının mol sayı azalır deyəndə sağ tərəfdə olan maddələrin mol sayının azalması nəzərdə tutulub. Bu yəni reaksiya hansı tərəfə yönəlir? Sola yönəlir. Yəni bizim axtardığımız hal sola reaksiyanı eləməkdir, yönəltməkdir. 2H2 buxar plus 2. Yəni hara yönələcək? Sola. Sola yönəlsin. Bizim yəni bu tərəfə yönəlsin. 1. Təzyiqi artırdıqda. Təzyiqi artırdıqda sol tərəfdə 5 mol qaz var. Yəni 4 dənə H olur, bir dənə də O2. Solda da 4 mol qaz var. Deməli birinci hallara yönələcək sağa. İkinci hala baxaq. Xlor 2-nin qatdığını azaltdıqda. Xlor 2 sağda qatdığı azaltdıqda, yəni qatdığı hansı tərəfdə azalsa reaksiya istiqamətdə oraya yönələcək. Yəni 2-də də sağa. 3. Temperatura, eksotermik reaksiya temperaturu artırdıqda sola yönəlir. 4. H-klorun qatdığı solda olduğu azaldığı üçün yenə də nəyə yönələcək? Sola yönələcək. Onda olacaq 3 və 4 olan variant olacaq. Variantımız nə verəcək? B variantı ödəyəcək. 12-ci sual. T1 temperaturunda X, T2 temperaturunda Y. 243'də VT2'nin bu qammanı da veriblər. Y minus X. VT2'nin VT1 olan nisbəti biz bilirik ki, Van 't Hoff düsturunda qamma üstündə T2 çıxaq T1 bölünsün 10 yazıq. Y çıxılsın X. Yəni T1'i Y-lə verib X veriblər. T2'yə də nə veriblər bizə? Y veriblər. Yəni onda yaza bilərəm. VT2'nin 243 bərabərdir. 3 üstündə Y çıxılsın X bölünsün nəyə? 10'a. 243 3'ün üstündə 5'dir. 3 Y çıxılsın X bölünsün 10. Y çıxılsın X bölünsün 10'u bərabərləşdirirəm 5'ə. Y çıxılsın X-ə nəsə verəcək? 5'i 10'a vuranda əldə neynəyəcək? Alınacaq. Cavab olacaq nə? B variantı ödəyəcək. 12-ci sual B variantı.
Reaksiya 13-cü sualda reaksiyanın sürətini necə artırmaq lazım? Yəni 2 h xlor 2 alüminium hissəsinin 6 h xlor, 2 alüminium xlor, 1 3H2 reaksiyasını söyləyək. 1. Alüminiumu toz hala keçirmək. Bəli. Bərk maddə reaksiyaya daxil toz hala keçirir, reaksiya daha sürətli gedir. Temperaturu artırmaqdır. Temperaturu artdıqda reaksiyanın sürəti artır. Yəni Van 't Hoff düsturundan məlumdur. 3. H2-nin qatılığını artırmaq. H2 reaksiya məhsul olduğu üçün qatılığını artırsaq sola yönələcək. Ona görə də 3-cü olmayacaq. Yəni burada sola yönələcək. 4. Reaksiya baş verən qabın həcmini artırır. Reaksiya baş verən qabın həcmini artırdıqda reaksiyanın sürətinə və həcm tərs mütənasibdir. Yəni molyar qatılığının həcm tərs mütənasibdir. Yəni reaksiyanın sürəti azalacaq. Və yaxud da molekulların toqquşma ehtimalını yenəcək, azalacaq olduğu üçün ona görə cavab nə olacaq? 3-cü sualda 13 dənə verəcək. A variantı ödəyəcək. Sonra 14-cü sualda mis üstəgəlinsin HNO3 verib bizə. HNO3 alınır buradan nə? Kuprum NO3 2 dəfə. Plus NO plus su. Yəni duru sulfat nitrat durusun gəlir üstünə. Burada misin oksidaşma dərəcəsi 0-dır, keçib müsbət 2. Azot 5-dən nəyə keçib? Müsbət 2-yə keçib. Yəni mis 0-dan müsbət 2-yə 2 elektron verib buradan. Azot da 5-dən nəyə keçib? Müsbət 2-yə keçib 3 elektron da alıb. 2, 3, 3, 2. Yəni 3-dür, 2-dir. Azotların misin qabağını 3 yazır, azotların qabağı. Yəni sayı 8-dir. 4-də suyun qabağını. Reaksiyamızı əmsallaşdırır. 1 mol turş reduksiyon varsa, bu tipli suallarda NO3, yəni duzlarda, yəni turşu qalıqlarının sayını diqqət yetirməliyik biz. Deməli, sol tərəfdə 8 dənə NO3 var. Sağ tərəfdə 6 NO3 var. Və 2 dənə də NO var. Deməli, bu 8 NO3-dən ikisi reduksiya olunur. Çünki 6 NO3 olduğu kimi qalır. 1 mol turşu reduksiya olunarsa, suyun kütləsi. Deməli, bizdən 2 mol turşu reduksiya olunduğu üçün, yəni 8-dən 6-sı qalıb, ikisi reduksiya olunub. 2 mol turşu reduksiya olunduqda 4 mol su alınır. Yəni 4 qraq 18 qram su alınır. Bəs 1 mol turşu reduksiya olunsa nə qədərdir? X isə bərabərdir. 36-nı yenə verəcək. Cavab 14 olacaqını A variantı ödəyəcək. On beşinci sual. Deməli, x2 plus 3y2 2x qrafikinə əsasən hansı doğru ifadə edilir? Tal bir anda x3 qalxdığı artır. Tal bir anında deməli bu qrafik verilib bizə. Bu tarazlığın qrafikidir bu. Qrafik burada. Tal bir anında yəni tarazlıqda qalır. Hər iki maddə burada. Yəni bu tarazlığın göstərir bizə tal bir anı. A, C, B. Elədir, yəni x2 plus 3y2. Yəni V deməli tarazlıq o vaxt yaranır ki, düzünə gedən reaksiyanın sürəti əksinə gedən reaksiyanın sürəti nədir? Bərabərdir. Birinci fikri doğru fikir kimi qəbul etmək. A xətti parçalanma reaksiyasını göstərir. A xətti birləşmə reaksiyasını göstərir. Çünki düzünə gedən reaksiyanı göstərir. Yuxarıdan aşağı reaksiya daxil olan maddənin qatlığı azaldığı üçün vaxt zaman getdikcə sürəti azalır. 2-də də səhv kimi götürək. B xətti tarazlıq ifadə edir. Bəli, 3 doğrudur. C xəttin parçalanma reaksiyasının sürətini, yəni əks reaksiyanı göstərir. Birinci xətt düzünə gedən reaksiyadır. A xətti. C xətti isə əksinə gedən reaksiyanı götürür. Ona görə də burada doğru variant 3 və 4 variantını göstərmək olar. Ayrıca C variantı ödəyəcək.
16-cı sualda CO1 CO2 CO2 reaksiyonu CO''nun başlanğıc qatlığı 10. 10 saniyeden sonra 2 olmuştu. Oksijene göre sürətini tapılır. Qabın həcmi də budur. 20 yerilir daha da 1'dir. V bərabərdir. Deməli S başlanğıc çıxaq S son bölünsün delta tau. Öyle deyim. Bərabərdir. 10'dan çıxacaq biz 2'ni böləcəyik nəyə? Neçə saniyə verib 10'a. Olacaq 0.8. 0.8 mol bölünsün litr vurulsun saniyə. Deməli tapdığımız bu sürət V nəyindir? CO''nun sürətidir. Oksigenin sürəti isə, deməli oksigene görə sürət tapın. Oksigenin sürəti isə, yəni VCO'-nun əmsallarına olan nisbətləri bir-birinə nədir? Bərabər. Yəni VO2'nin 1 olan nisbəti. Oksigenin sürəti isə CO'-nun sürətinin kiçikdir, 2 daha kiçikdir. Onda VO2 bərabərdir. Yəni yazdığımız kimi. VCO bölünsün 2'ye 0.8'i 2'ye böləcək 0.4'ünü eləyəcək. Anladıq. Olacaq 16 dənə variantı. C variantı ödəyəcək. 17-ci sualda oksidaşma reduksiya reaksiyalarının müəyyən edin. Deməli, oksidaşma reduksiya reaksiyası olması üçün burada əmsallarını eləməlidir. Oksidaşma dərəcələri dəyişilməlidir. Birinci reaksiyada, yəni birinci reaksiya oksidaşma reduksiya reaksiyasına aid deyil. Çünki karbonun oksidaşma dərəcəsi müsbət 4'dür. Burada da müsbət 4'dür. Oksigen mənfi 2'dir. Kalsium da müsbət 2'dir. Yəni burada da kalsium müsbət 2, oksigen də mənfi 2. Birinci reaksiya çıxdıq. İkinci reaksiyada NO2'də azotun oksidaşma dərəcəsi müsbət 4'dür. HNO3'də də müsbət neçədir? 5'dir. Burada 100% və yaxud NO''da müsbət 2 dəyişilmə olduğu üçün bu oksidaşma reduksiya reaksiyasıdır. Üçüncü reaksiya mübadilə reaksiyasıdır. Burada da dəyişilmə yoxdur. Sink müsbət 2'dən keçib müsbət 2'yə. Azot da müsbət 5'dən keçib. NO3 də müsbət 5'ə. Hidrogen və oksigen oksidaşma dərəcəsini eləməyib, heç bir halda dəyişilməyib. Dördüncü reaksiya dəmir müsbət 2'dən müsbət 3'ə keçib. Hidrogen peroksid oksigen mənfi 1'dən mənfi 2'yə eləyib keçib. Onda birinci və dördüncü reaksiya oksidaşma reduksiya reaksiyası. Birinci, dördüncü reaksiya daha doğrusu yox. Deməli ikinci deməli İkinci, dördüncü reaksiyalar deməli nəyə aiddir? İkinci və dördüncü reaksiya biz dediyimiz, yəni oksidaşma reduksiya reaksiyasına nədir? Aid. 17 olacaq nə? B variantı ödəyəcək şərt. 17 B variantı. 18-ci sualda deməli NO''nun kütləsi 25 qramdır. 5 saniyədən sonra 10 qram olub. Oksigenə görə sürət tapın bizdən. Onda biz yazacaq V bərabərdir. Üstür yazacaq. V bərabər deməli delta C bölünsün delta tau'dur. Delta C bölək delta tau və yaxud da nü bölünsün V vurulsun delta tau var. Bu da kiçik M bölünsün böyük M vuraq V vuraq delta tau yazmaq olur. Yəni maddənin kütləsi bölünsün nəyə? M-yə vurulsun həcmə vurulsun delta tau. 25 qramdan 10 qrama düşüb bu maddənin kütləsi. Deməli neçə qram sərf olunub? 15 qram. Yəni maddə 25 qramdan 10 qrama çıxıb NO 15 qram sərf olunub. M-ri 30'dur bunun. Qabın həcmi 1 litrdir. Vaxt zaman isə 5 saniyədir. Və burada tapırıq ki 0.1'ə nədir? Bərabərdir. Deməli V NO''nun sürəti nə qədər verdi bizə? 0.5. Biz bilirik ki bu reaksiyada yəni NO''nun sürəti oksigenin sürətindən 2 daha çoxdur. Çünki əmsalı neçədir? 2'dir, oksigen əmsalı 1'dir. Onda VO2 bərabərdir.
Deməli, V, CO bölünsün nəyə? 2-yə. V, NO bölünsün 2-yə. 0,1-i də biz 2-yə bölsək, 0,5 neyniyər? Alınır. Yəni, cavabımız olur nə variantı? E variantı ödəyir. Deməli, sonra 19-cu sualda AD üstəgəlinsin BC, AD üstəgəlinsin BC, alınır AC üstəgələk BD. Yəni, bu arzu mübadilə reaksiyasını göstərirdi. A-la C, B-lə D. Kalsium oksid üstəgəlinsin H xlor. Alınır burada kalsium xlor 2 plus H2O. Deməli, birinci bizim dediyimiz kimi, yəni birinci ilə 4, ikinci ilə, yəni 2, üçüncü maddələr, yəni birləşir, yəni sıralamada A1, D, B, C, yəni birləşmə. Bu, yəni axtardığımız mübadilə reaksiyasının birinci şərtini ödəyir. İkinci reaksiyada kalsium oksiddən CO2 reaksiyası, birbaşa baxsaq biz burada kalsium karbonat alınır. Bu birləşmə reaksiyasıdır. Kalsium CO3 alındığı üçün bu şərti ödəməyəcək. İkincisi bizim dediyimiz, yəni şərti ödəmir. Üçüncüsü ödəyir. Kalium xloridin üzərinə argentin 1 nitrat gəlirik. Alınır burada kalium NO3. Virüsünə argentin 1 xlorid ağ rəngli söküntü. Üçüncü şərt nə edir? Ödəyir. Yəni bizim kaliumla NO3, gümüşlə də xlor birləşir. Dördüncü reaksiya amoniyakın üzərinə HNO3 gələndə ammonium nitrat alınır. Yəni birləşmə reaksiyası 1 maddə alınır. Ona görə dördüncü şərtdə nə edəcək? Ödəməyəcək. 1-3 ödəyəcək bizim axtardığımız variant. Olacaq nə variantı? D variantı ödəyəcək 19-cu sualda. Şimdi 20-ci sualda kaliumin XO4 birləşmə N2 olarsa X-in oksidaşma dərəcəsini tap. Yəni kalium N XO4. N-ə neçə vermişik biz? 2. Olacaq kalium 2 XO4. Oksigen oksidaşma dərəcəsi mənfi 2-dir. Kalium müsbət 1-dir. Buna bir dənə də A əlavə eləyək geçsin. Baxaq. 2-ni vuraq müsbət 1-ə. Üstə gələk A1-i vuraq A-ya. Üstə gələk 4 vurulsun mənfi 2. Bərabərdir 0-a. 2 üstə A çıxaq 8 bərabərdir 0-a. A-da nəyə bərabərdir? Müsbət 6 verəcək. Olacaq nə variantı? E variantı ödəyəcək 20-ci sualda. Birinci sualda metanın yanmasını veriblər. Eyni qram, yəni bir daha 8 qram deməli oksigen, bir də 48-96 qramlı oksigen kütlələri müqayisə edilir. Baxaq, nisbətən bu maraqlı sualdır. CH4-ün üzərinə gəlirik biz. Deməli, oksigen gəlirik, CH4 plus O2. 2 mol oksigen də yanır. Alınır burada karbon qazı plus 2 mol su. Virüsün 880 kilojolunu istirik. Hər ikisinin kütləsini 8 qram götürsün. Yəni 8 qram götürəndə hər ikisinin kütləsini biz buradan emirlərini yazırıq və vururuq A yerinə. 2 vuraq 32. Hesablamamızı biz buradan aza görə götürəcəyik. Yəni 8-in 16-ya olan nisbəti ilə 8-in 2 vuraq 32, 64-ə olan nisbətini müqayisə edəcəyik. 8-in 16-ya olan nisbəti daha böyükdür. Deməli, biz hesablamamızı tam daha yəni az olana görə, yəni nisbəti az olana görə götürəcəyik. Oksigenə götürəcəyik. Onda belə bir tənasib yazırıq. 2 vuraq 32-yə, yəni 2 vuraq 32-yə 880 kilojol istirik ayrılır. 8-ə isə kübir qədər istirik ayrılacaq. Biz buradan kübiri tapacaq nə qədər? 4, 8, 110 eləyəcək. Deməli, kübir bərabər olacaq nəyə? 110 eləyəcək, ödəyəcək. Kübirimiz olacaq 110. Sonra ikinci hala baxacaq. Yəni, CH4-ün üzərinə yenə gələcək 2 mol O2. Alınır buradan CO2.
Üzerine gelinsin. 2 mol karbon gazı. 2 mol su daha üstlensin 880. Öyle diyeyim. Burada 48 yazıram. Burada 96 yazıram yine. Burada 16 yazıram. Burada 2 vurulsun 32 yazıram. Müqayisə edirəm 48-in 16 olan nisbəti ilə 96-nın 64 olan nisbəti. Yəni karbonun miqdarı daha böyük olduğu üçün oksigenə görə nə edəcəm? Hesablayacağım. 2 vura 32-yə 880-dir. 96-ya qədər də Q2-dir. Q2 də bərabərdir. Deməli 96 64-dən 1.5 dəfə çoxdur. 880-in üstündə deməli gələcək biz nə? Yarısın, yəni 440 gələndə 1320 edəcək. Onda belə çıxır ki, Q1-imiz bizim 110, Q2-miz isə Q1-dən böyükdür. Yəni axtardığımız variant bizim ikinci və üçüncü halda mümkündür. Ona görə variantımız ikinci və üçüncü halda, yəni 3-də və 2-də doğrudur. 2-3 olan variant, C variantı 21-ci sualda ödəyəcək. Sonra 22-ci sualda birləşmələrdən hansı ion rabitədir? İon rabitəsi biz deyim ki, metalların, yəni elektromənfili yuxarı olan metallar, yəni metalları qeyri-metallar arasında nə edir? Yəni elektromənfili yüksək olan metal anlayışı, daha doğrusu qeyri-metallarla və elektromənfili nisbətən aşağı olan metalların, yəni aktiv və metal və aktiv qeyri-metallın daha yüksək səviyyədə ion rabitəsi yaranır. X elementi 3s1 verildir. 3s1 verilirsə biz keçmişik 1s2, 2s2, 2p6, 3s1. Bu natriuma düşəcək. Yəni 11-ci elementdir. Natriumdur və metaldır. Birinci qrupun birinci A qrup elementi metaldır. İkinci Y isə 2s2, 2p4-dür. Yəni 6-cı A qrup elementdir. Qeyri-metaldır. Yəni oksigendir bu. Daha doğrusu 2p4 vermişik biz. Bu Y deməli 8-ci element oksigendir. Üçüncüsündə Z verib 3s2, 3p3. 3s2, 3p3 ilə qurtaranda istər-istəməz 5-ci A qrupa düşür. Və Z isə 15-ci elementdir. Yəni biz o köhnə yəni dövr sistem cədvəlinə bilirik 1s2, 2s2, 2p6, 3s2, 3p3. Bu da fosfordur. T'də 3s2, 3p ilə 5 ilə qurtaranda xlordur. Yəni 17-ci elementdir T, bu da 17-dir. Bu da xlor. Deməli buradan biz əgər ion rabitəsi artırır, X-dan burada istənilən biri, yəni XY, XZ və XT ola bilər. 3 variantdan, yəni hansı varsa ola bilər. Yəni burada bəzən də birləşmənin formulu, burada formullarında verilib. X3Z verilib bizə. Yəni natrium 3P verir. Yəni natrium 3P bu doğrudur. Verir. X-in olan birləşmələrə baxaq da. Burada 1 ilə 3, 2 ilə 4-ü çıxaq. Natrium 3P və XT. Olacağına 1-3 olan variant, B variantı bizdən nə edəcək? Ödəyəcək yəni. Sonra 23-cü sualda 30 qram karbonun tan yanmasına 1000 kilojül istilik ayrılır. Karbonun yanma istiliyini tapalım. Deməli 30 qram karbon yanıb. Deməli karbon üstə gəlsin oksigen. Alınır CO2. Bura 30 qram yazaq. Ayrılan istilik miqdarı da 1000'dir. 30 qram. Karbonun yanma istiliyi reaksiya 24 qramı götürəcək. Yəni 30'a 1000'dir. 24'də də Q'dur. Q də bərabər olacaq yəqin ki 800. 24.000'i 30'a böləcək. 800 nə edəcək? Alınacaq. Cavab olacaq 800. Sonra 24'də XO2'nin əmlə gəlməsi 400'dür. 17.10'da 6 qram əmlə gəlməsi zamanı ayrılan istilik miqdarı X-ı. X-in nisbəti. Əmlə gəlmə istiliyi nədir? 1 mol mürəkkəb maddənin bəsit maddələrdən əmlə gələn zamanı ayrılır. Onda X3CO2 alınır. XO2 yazır. Reaksiyamız əmsallaşdırma ehtiyacı yox. Doğrudur. Və 400. 1 mol əmlə gələndə nə qədər istilik ayrılır? 400.
17,6 qram əmlə gələndə isə nə qədər ayrılıb? 260. Bizdə qram verildiyi üçün birləşmənin aşağısında biz nə yazacaq? Emerin yazacaq. Elədik, olacaq x plus 32 qram. Yəni ARX plus 32. ARX plus 32, yəni x plus 32'ye 400 ayrılır. 17,6'ya nə qədər ayrılır? 160 ayrılır. Onda 160 vurulsun x plus 32 beraber 400 vurulsun neye? 17 tam onda 6'ya. Burada biz x plus 32 beraberleştireceğiz. Deməli sıfırların deməli 400 vurulsun 17,6 bölünsün yox vurulsun. 160'dan 4 bırak 176 4'e bölsün 44 eləyərim əmmədən. X 12 verəcək. Deməli, nisbi atom kütləsində olacaq 12 neyəcək, ödəyəcək biz. Sonra 25-ci sualda azotla hidrogen reaksiyasında 23 kilojol istəyirkən neçə litr hidrogen reaksiya daxil olur? N2 plus 3H2 alınıb 2NH3 plus 92. Bizdən litrlə hidrogenisi x litr. Litr veriləndə qaz halında maddəsi 3 vurulsun 22,4 litr. 22,4 yazacaq. Yəni əmsalı 22,4'e vurmaq. 3 vuraq 22,4 litrə 92'dir. Bəs neçə litr reaksiya daxil oldu 23 alınıb? X 23 92 ədədindən 4 dəfə balacadır. 3 vuraq 22,4'də 4'e bölsük. 22,4 4'e bölünüb 5,6. 3'ü də 5,6'ya vuranda 16,8 neyəcək alınacaq. Cavabımız olacağını 16,8 litr ödəyəcək 25-ci sualda. 26-cı sualda tarazlığı necə sağa yönəltmək olar? Bizdən biri bir sual verir. NO-nu sistemdən çıxarsıq. NO-nu sistemdən çıxarsıq qatılıq azaldığı üçün sola yönələcək. Bu tərəf olacaq. Birincisində olacaq sol. Oksigenin qatılığını artırsam sağ yönələcək. Çünki həmişə qatılığın azalması istiqamətində yönəlir. Deməli, ikinci şərt ödəyir. Təzyiqi artırmaqla. Təzyiqi artırsam 3 mol qaz var solda, sağda da 2 mol. Həcmin azalmasına doğru geçəcək. Deməli, təzyiqi artırmaqla fikir doğrudur. NO2'nin qatılığını artırsam sol yönələcək. Yəni qatılığın azalması istiqamətində. Temperatur azaltsam, artırsam sola, azaltsam sol yönələcək. Sağ yönələcək daha da. Temperatur eksotermik olduğu üçün temperatur artırdıqda sola, azaldanda nə? Sağ yönələcək. Bizə də nə lazımdır? Sağ olanlar deməli 5 ödəyir, 3 ödəyir, 2 ödəyir. 2, 3, 5. Elədir. 2, 3, 5 neyəcək? Şərtimizi bu verir. 2, 3, 5. Sonra 23-cü sualda oksiləşmə və reduksiya. Oksiləşmə nədir? Elektron vermə prosesi. Yəni deməli azdan çoxa getmə prosesidir. NH3-dən NO-ya keçib burada. Burada mənfi 3'dür, burada müsbətdir. Deməli, bu nəyə aiddir? Oksiləşməyə aiddir. Elektron verib. 5 elektron verib. SO4 2 mənfidə H2SO4 kimi yanaşdıq. Burada müsbət 6'dır. SO2'yə keçib. Burada müsbət 4. Burada 2 elektron alır. Burada reduksiya prosesidir. Burada 5 elektron verib. Birincisində H2S-dən keçib SO2'yə. SO2'də müsbət 4'dür. Burada da nədir? Mənfi 2'dir. Burada 6 elektron verib. Manqan 4 mənfidə müsbət 7'dir. Nəyə keçib bu? Manqan 2'yə keçib. Müsbət 4'ə keçib. 3 elektron alıb. Alüminium 3 müsbətdən keçib yenə. Metalminətə keçib. Yəni burada da müsbət 3'dür. Deməli, burada isə 0 elektron. Bizdən oksiləşmə, deməli, bu A, B, C, D, Y heç birinin aidiyyəti olmayacaq. Oksiləşmə azdan çoxa keçən, yəni elektron verən. Elektron verən AC'dədir.
Reduksiya isə elektron alınan BD-dədir. BD-də nədir? Buna aiddir. Y variantında da azot 3-dən H elə bir alüminium 2-yə keçibdir. Burada mənfi 2, müsbət 1, müsbət 3 eşit. Burada oksidaşmir reduksiya halı nədir? Yoxdur. Ona görə olacaq bizdə nə? AC və BD. H2 hissənisinin 12 alınır. 2 H2 reaksiya. Hidrogenə görə sürəti 0.3 mol bölünmüş litr olarsa 10 saniyə ərzində 2 litrik qablı başlı reaksiyada neçə litr oksigen sərf olunduğunu və neçə qram su alındığını hesablayın. Biz buradan hidrogenin 10 saniyə ərzində nə qədər sərf olunduğunu, neçə litr sərf olunduğunu tapsaq, oradan da oksigeni tapa bilərik. 2H2 2H2 üstə O2 alınır 2H2. Hidrogenə görə sürəti 0.3'dür. Hidrogenə görə sürəti 0.3'dürsə, oksigenə görə sürəti ondan 2 dəfə az. 0.115 edəcək. Bizdən başlayır neçə litr? Bax, V bərabərdir. Delta S bölünsün delta tau-la. Nü bölək V vurulsun delta tau. Biz buradan maddə miqdarını tapa bilərik. V, yəni sürətin V'si, həcmin V'si və tau bərabərdir. Oksigenin sürəti bir əktapda 0.115'dir. Vurarıq həcmə 2 litrə, vurarıq zamana 10'u. Burada bizə verir 1/1 0.3 alınır biz buradan da. Deməli 0.3 mol nə sərf olunur? Oksigen sərf olunur. Oksigen 0.3 moldursa həcmini tapa bilərik. V bərabər nü V'dən 0.3'ü vurarıq 22/4'ə. Taparıq ki 6.172 litr nə sərf olunub? Oksigen sərf olunub. Və neçə qram su alındığını tapaq. Deməli 1 mol oksigen reaksiyaya daxil olanda 2 vuraq 18, 36 qram alınır. 0.3'ə isə nədir? X. X də bizə verir 10.8'ini ödəyir. Deməli bizim cavabımız oldu. Deməli 6.172 ilə 672 və 10.8'ini ödəyir bizə. Sonra natrium üzərinin nitrat turşusu gəlinib. NH3 natrium nitrat, NH birisi. Əmsallaşdırma, reduksiya və reaksiya məhsullarının əmsallarının cəmi. Natrium hissənin HNO3 alınır burada natrium nitrat, NH3 bir üstünə su. Deməli, natrium burada 0-dan keçib müsbət 1'ə, azot 5-dən keçib nəyə? Mənfi 3'ə. Natrium 0-dan müsbət 1'ə 1 elektron verib. Bir elektron verib. Azot da 5'dən neçəyə keçib? Mənfi 3'ə keçib 8 elektron alıb. 1, 8, 8, 1. Harada natrium var qabağına 8 yazaq. Burada NH3'ün qabağına 1 yazaq. 9'dan azot olduğu üçün burada 9 yazaq. Natrium qabağına 8 yazaq. Və suyun da qabağına 9 dənə solda hidrogen var. 3'ü amonyakdadır. 3 də buraya yazaq. Oksigenlərin sayı da doğrudur. Deməli, indi bizdən reaksiya təmsilini əmsallaşdırın. Deməli, tapdıq 8 mol. 8, 9, 8, 1, 3. Reduksiya məhsulu. Reduksiya məhsulu odur ki, elektron alan. Elektron alan buradan amonyak, daha doğrusu nitrat turşusu amonyaka çevrilir. Deməli, reduksiya məhsulu NH3'dür. Yazıq bura. Reaksiya məhsullarının əmsalını, yəni sağda alınan maddə əmsallarının cəmi 8, 1, 3 toplayanda neçə verəcək?
12 neyniyəcək? Ödəyəcək biz. Otuzuncu sualda 4 alüminyum hissəsi soğuk alınır 2 alüminyum köz 54 qram alüminyum deməli yanma istiliyi endi 54 qram tam yandıqda ayrılan istilik miqdarını tapın. Kiçik yemi tapın. Deməli 4 alüminyum üstə yenilsin. 3 mol O2 alınır buradan. 2 mol alüminyum O3 plus 3200. Alüminyumun yanması neçə mol var? 4 mol. 4 mola nə qədər alınıb? 3200. Yanma istiliyi isə 1 mola görə götürülür. X yəni N'dir. X isə bərabərdir 800. Deməli bu N nə verəcək bizə? 800 verəcək. 54 qram yandıqda. Burada 4 mol. 4 molun kütləsi 4 vuraq 27'dir. 3200 ayrılır. 54'də də X. 54 4 vuraq 27'dən 2 dəfə kiçik olduğu üçün 3200'ü 2'yə verəcək. 1600'ü neynəyəcək? Ödəyəcək. Cavabımız olacaq nə? 1600.